Fərdə xanım, sən də rəhmətli Vüsalın ölümünə görə və mən də ikimiz də heyfslənirik. Heyfslənirik ona görə ki, sənin oğlun ölümündə səbəbkar, günahkar mənim oğlum yox, Əflatun və Tariyeldir. Və həm sənin ailəvi bədbəxt etdilər, həm mənim ailəvi. Mənim də ailəmi, övladımı bədbəxt etdilər. Rəhmətli Vüsalı da ailəsini də. Bu hadisənin yaranmasını zəmin yaradan adamlar cinayət işindən uzaqlaşdırılıblar. Bunları media qrupumuza bildirən Biləsuvar rayon Aşağı Cürəli kənd sakini Əliyev Kərim Davaxanoğlu onu da qeyd edir ki, oğlu Əlizadə Rüfət Kərimoğlu özünü müdafiə edib. Bıçaqlanma hadisəsi necə baş verdiyindən xəbəri olmayıb. Elə bu səbəbdən də cinayətin yaranmasına səbəb olan şəxslərin Lənkəran Ağır Cinayətlər Məhkəməsində cinayətə cəlb olunmasını istəyir. Kimlərinsə himayəsi ilə azadlıqda qalmasının qarşısının alınmasını tələb edir. Prezidentə müraciətində xahiş edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin məhkəmənin hakimi Əli Əliyevə göstəriş versin, səbəbkarları məsuliyyətə cəlb etsin. Əliyevləri dinləyək. Mən Əliyev Kərim Davaxanoğlu, Biləsuvar rayon Aşağı Cürəli kənd sakini. Öncədən vurğuladığım kimi, mən maşını gətirdim, saxladım burada. Onlar da maşını 5-6 metr aralı burada dayanmışlar. Qardaşımla ikimiz yerə düşdük. Əflatun Asanovkada cərişə gedirdi əli belində. Vüsal rəhmətli isə burada dayanmışdı. Tariyel isə maşındaydı. Mən onlarla görüşdüm, öpüşdüm və evimə dəvət elədim. Nə qədər dəvət elədimsə, bunlar evə getmədilər. Hökmən ki, oğlu gətir. Oğlu gətir, ona bir kəlmə sözüm var. Tariyel maşındaydı, Şıxaliyev, Əflatun Fərazov Asanovkada yarışa gedirdi. Əflatun qardaşımla orada söhbət edirdi. Mən inşallah yalvardım, xeyr olmadı. Mən oğlumun maşından düşürdüm. Və o, qeyd elədiyim kimi, oğlumla söhbət elədikdən sonra o, söhbət edəndən sonra oğlumu vurdu. Yəni, mən bunu qeyd elətdirmişəm. Oğlumu vurdu, vurandan sonra qucağına götürdü və Tariyel məni burada tutdu. İmkan vermədi ki, mən oğlumun əlindən alam. Oğlumu əlindən alam. Və nə qədər mən bunun əlindən çıxandan sonra, Canpaşanlıdan sonra, burada Cəlilabaddan 5-6 maşın gəldi. Mən gecikdim keçməyə. Gecikdim və mən keçəndən sonra artıq onlar yolun o tayındaydılar. O oğlumu yolun o tayından qucağına götürüb bu tayına keçirtdi. Mən maşında gəldim, gecikdim, bura biraz gec gəldim. Və mənim gəlim görəndə üçü də kanalın içərisindeydi. Oğlum isə, yəni mən qaranlıq onu görmək, oğlum deyir ki, deyir ata, Tariyel gəlib bizim onunla əlbaxı olan yerdə bizi, mənim boğazımdan yapışdı və bizi xalayt elədi. Bu kanala, bəli, bu kanala itələdi. Nə olubsa onda oldu. Tariyel oğlumu boğazına yapışıb oraya itələndə, orada nə olubsa orada olub. Tariyelin bura müdaxiləsindən sonra rəhmətli Vüsal rəhmətə getdi. Tariyel bura müdaxilə etməsəydi, mən oğlumu onun əlinə alardım, bu hadisə də baş verməzdi. Bu işin bir avəstə günahkarı Əflatundan Tariyeldir. Onlara nə düşmüşdü ki, sən qız atassan, Cəlilabaddan bura 30 kilometr gəlmədən məqsədin nə idi? Sən bizim üstümüzə 5 nəfər götürüb gəlmədin. Hala bu 2 nəfəri Əflatun gətirmədən başqa. 2 nəfər də 300 metr kənarda durub gözləyirmişlər. Əflatun, sən qız atassan, sənə yaraşarmı 5 nəfəri götürüb 3 nəfər üstə gəlməkdən? Cəlilabaddan 30 kilometr gəlməkdə Əflatun sənə yaraşardı. Bax, bu həmin hadisə olan yerdir. Tariyel oğlumun boğazından yapışıb, onlarım kanala yıxıb. Bunlar əlbəyək olanda. Mən görəndə bunlar üçü də bu kanalın içərisindeydilər. Cənab Prezident, sizdən bir dənə xahişim var. Bu işin düzgün aparılmasında xahiş edirəm göstəriş verəsiniz.